Dostlar, bu çox vacib bir qeyddir. Zənnimcə, əgər istəyirəmsə, sizə faydalı olan, xüsusən gənclərə bunu deməliyəm, demək məcburiyyətindəyəm. Heç bir iş yeri sizin ailəniz deyil. Qətiyyətlə bu sözə inanmayın ki, bura sənin ailəndir, biz bir ailəyik. Bunların hər biri manipulyasiyadır, çox ciddi manipulyasiyadır. Xüsusən işdəki iyerarxiyada yuxarı təbəqədə olan insanlar, iş daxilində, kompaniya, şirkət daxilində sizə istismar etmək istədikdə bu yola əl atırlar ki, bura sizin ailənizdir, siz burada çox önəmli bir insansınız. Mistika yüklənmiş manipulyasiyaya keçirlər. Lakin siz peşəkar olsanız, bu manipulyasiyaların heç birinə getməyəcəksiniz və iş sizi seçməyəcək. Siz işi seçəcəksiniz. Bunun üçün də üzərinizdə çalışın, dil öyrənin, oxuyun. Bazarın tələbləri budur. Ya kind of loser olacaqsan, ya da güclü olacaqsan. Peşəkar olacaqsan, üzərində işləyəcəksən və işləri sən seçəcəksən. İşini itirmək qorxusuyla yaşayıb, o manipulyasiyalara gedib, bura mənim ailəmdir, mən buradan bir inanc kimi tutunum, qalım istəyirsinizsə, gedin partilərə, əylənin, dolanın. Heç bir dil öyrənməyin, peşə öyrənməyin və o yola da davam edəcəksiniz. Yəni seçim bundan ibarətdir, lakin zəruri qeyd budur ki, videoda iş yerləri sizin ailəniz deyil, sizin yalnız bir ailəniz var, o da valideynləriniz. Sağ olun.